Dəmir çatışmazlığı anemiyası əslində qadınlarda ən çox rast gəlinən qan azlığı formasıdır. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə qadın orqanizmi hər ay menstrual sikl zamanı qan itirir və bu uzun müddət davam etdikdə dəmir ehtiyatlarının tükənməsinə gətirib çıxara bilir. Xüsusilə də menstruasiyası bol olan qadınlarda bu risk daha yüksək olur. Digər tərəfdən, hamiləlik dövründə qadının dəmirə olan tələbəti kəskin şəkildə artır, həm dölün inkişafı, həm də ananın öz orqanizmi üçün əlavə dəmir tələb olunur. Doğuş və südvermə dövrlərində də əlavə risk faktorları kimi özünü biruzə göstərir. Çünki bu zamanda dəmir itkiləri baş verir. Klinik olaraq xəstələr ən çox yorğunluq, halsızlıq, diqqətin dağılması, baş gicəllənməsi kimi şikayətlərlə müraciət edirlər. Saç tökülməsi, dırnaqların tez sınması, dərinin solğunlaşması bunlar da çox tipik əlamətlərdir. Qadınlarda çox vaxt bu simptomlar yorğunluq və ya stres kimi qiymətləndirirlər, amma əslində bunun arxasında dəmir çatışmazlığı dayanır. Ən vacib məqam isə odur ki, bu vəziyyət vaxtında aşkar olunmasa, həm qadının həyat keyfiyyətinə, həm də reproduktiv sağlamlığına ciddi təsir göstərə bilir. Ona görə də müalicə mütləqdir. Burada əsas yanaşma dəmir preparatlarının qəbuludur. Məsələn, sorbifer tərkibində 2 valentli dəmir və C vitamini var. Bu da onun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir. Bu cür preparatlar sayəsində həm qanın göstəricilərini bərpa edirik, həm də orqanizmin dəmir ehtiyatını tam şəkildə doldurmuş oluruq.